Salam əziz izləyicilər, əziz məntiq sevərlər. Bu gündən mən sizlərlə kitabımıza başlayaq deyim. Deməli bizim birinci paylaşacağımız sınaq 1-dir. Qarşıq məsələləri, qarşıq tapşırıqları yazım PDF əlimin altında hazır saxlayım. Ondan sonra sizlərlə paylaşacağım. Qrupumuza qoşulmaq üçün bizlərə yaza bilərsiniz. Qeyd edəcəyimiz Telegram kanalına yaza bilərsiniz. Demək, birinci testimizdən başlayaq. Birinci testimizdə ehtimaldır. Hər dəfə qeyd edəcəm hansı hissələrə aiddirsə. Birinci testimizdə deyir ki, 8 evli cütlük və 8 subay adamın iştirak etdiyi bir qrupda 2 nəfərin bir-biri ilə evli olduğundan əmin olmaq üçün ən az neçə nəfər seçilməlidir. Əgər 8 dənə evli cütlük varsa, biz bilirik ki, bunlar 2 nəfər arasında olur da. 8'i vururuq 2'yə 16 nəfər. 16 nəfər bizim evli cütlük olma ehtimalımızdır. Və 8 nəfər subaydırsa, biz buradan ən azı 17 nəfər götürməliyik ki, bunların 8 nəfəri evli olması ehtimalı olsun. 17 nəfər götürsək, bunun 16 nəfəri evli olanlardır, bir nəfər isə subay olanlar olacaq. Yəni biz buradan ən azı 17 nəfər götürə bilərik. İkinci sualımızda deyir ki, 2024-cü ildə Nazlı'nın yaşı, baxın mən burada qeyd edirəm. Mən burada qeyd edəcəm Nazlı və Samirə. Baş hərflərini qeyd etsəm kifayətdir. 2024-cü ildə Nazlı'nın yaşı Nazlı anadan olduğu ildəki Samirənin yaşına bərabərdir. Mən burada nə Nazlı'nın yaşını bilirəm, nə Nazilənin yaşını bilirəm. Ona görə hər ikisinə X qeyd edirəm. Və bizə deyir ki, yəni Nazlı'nın Samirənin yaşına, Nazlı'nın yaşı Nazlı anadan olduğu ildəki Samirənin yaşına bərabərdir. Yəni bu x-dırsa, Nazlıya da deyək 2x. Yəni neçə x olduğunu bilmirəm. 2030-cu ildə deyirsə 2024-dən artıq 6 il keçmiş olacaq. Və mən buna yazıram. Bunların 6 ildən sonra yaşları cəmi 48-dir. Yazıram 2x-dan x-i toplayanda 3x üstəgələk 12 bərabərdir 48-ə, 3x bərabərdir 36-ya, x bərabərdir 12-yə. Deməli Samirənin olacaq neçə yaşı? İndiki ildə 30-cu ildə də yoxlaya bilərik, 24-də də yoxlaya bilərik. Samirənin olacaq x plus 6 18, Nazlı'nın olacaq 2x 24 üstəgələk 6 30. Yəni bunlar arasında yaş fərqi olacaq 12 D variantı. Ümid edirəm başa sala bildim. Yaş məsələsinə aiddir. Üçüncü misalımız sürət məsələləridir. Deməli deyir ki, sürəti 1,2 km 1 km bölü saat olan dovşan 5 saata getdiyi yol. Dovşana əsasən mən deyirəm ki, S bərabərdir 1,2 vuraq 5 bərabərdir 6 km. İndi 6 km məsafədir. Birinci tısbağa 1 qoyuram. 0,5 km saat sürəti verilib T-ni tapmalıyıq. T bərabərdir. S-imiz 6 km bölünsün 0,5'ə. 6'yı 0,5'ə böləndə düşəcək 6 nədir? Yarısı. Bax, yolun yarısını. 6'nın yarısı 3'dür. Mən burada 3 kilometri, 6 kilometr ümumi yoldur. Yolun yarısını 3 kilometrini birinci tısbağa gedib 3'ü bölürəm 0,5'ə. T bərabərdir S bölünsün V. Yəni gedilən yol bölünsün sürət. Bərabərdir 3'ü 5'ə böləndə düşəcək 6. Yəni bu 6 saatdır. İkinci tısbağa deyir qalan yolun, yəni 3 kilometrin 0,6 sürətlə gedir. O da bərabərdir 5 saat. Və bunlar deyir, ümumiyyətlə neçə saat vaxt almış olar? 6'nın üzərinə 5 gəlirəm, eləcək 11 saat vaxtlarını almış olacaqdır. Burada bəzi suallarımız var, qəlizdir. Onları biraz vaxtımız çox gedəcək. Ərhan, Kənan və Ramin bazar günü getdikləri tədbirlə bağlı aşağıdakıları dedilər. Ərhan, tədbirdən təəssüf ki, az 2 saat qaldım. Kaş işim çıxmasaydı, axşama qədər qalsaydım. Aha. Deməli, bu tədbirimiz axşama qədər davam edir. Bizə nəyi soruşur? Məlumatlara əsasən Ramin tədbiri saat neçədə tərk etmişdi. Mən də qaldığım 2 saat müddətində tədbirin faydalı olduğunu gördüm. Üçümüz də iştirak etdiyi
1,5 saatda tədbirin daha önəmli anları oldu. 2 saat qalıb, tamam. Ramin deyir ki, 13:30'da ilk olarak mən gəldim və tədbiri ən gec mən tərk etdim. Sizə amma 1 saat sizin olmadığınız 1 saat müddəti isə nisbətən maraqsız idi. İndi baxın bura. Deməli, tədbir ilk olaraq Ramin gəlibsə, tədbirimiz başlayıb neçədə? 13:30'da. 13:30'da başlayıb, təəssüf ki, az 2 saat qalıbsa, Ərhan tədbiri tərk eləyib 15:30'da. Düzdürmü? 2 saat qalıb tədbirdə. Demirəm sona 2 saat ya qalmış. 2 saat 15:30'da bu tərk eləyib. Mən də qaldığım 2 saat müddətində tədbirin faydalı olduğunu gördüm. Üçümüz də iştirak etdiyi 1,5 saatda. Üçü də iştirak elədiyi 1,5 saatda deyirsə, bu da bundan yarım saat əvvəl gəlmiş olsaydı, bu da tədbirə gəlmişdi. Deməli, 15:30'da tərk eləyibsə, deməli 2 saat müddətində 15:30'da bu tərk eləyibsə, hər biri üçü də iştirak eləyib 1,5 saat tədbirdə iştirak eləyib üçü də. Mən deyərdim ki, bundan gec gedib. Üçü də bir iştirak eləyibsə, Ramini tapmalıyıq. 1 saat müddətində hərəsinin neçədə getdiyini bilməliyik. 15:30 deməli 2 saat müddətində tədbirin faydalı olduğunu gördüm. Üçümüzün də iştirak etdiyi 1,5 saatda. 1,1 saat yarım. 1 saat yarım gələndə 1:30 gələndə burada eləyəcək 60, burada eləyəcək 16. 16:60 isə bizə verəcək 17:00. 60 dəqiqən 1 saatdır. 16'nın üstə də 1 saat gələndə eləyəcək 17:00. Yəni Ramin bu tədbirdə nə qədər iştirak eləyib? Daha doğrusu neçədə tərk eləyib? 17:00'da. Çünki üçü də iştirak eləyir burada. 1 saat neçəyə? 1 saat yarım. 1,5 saat deyir. 1 saat yarım iştirak eləyirsə, Ərhanın tərk elədiyi vaxtın üzərinə 1,5, yəni 1 saat yarım gəlir, o deyiləcək 17:00. Biraz qarışıq məsələdir. Sadəcə tempi tutmaq lazımdır. 5-cidə deyir ki, rəqəmlərlə yazılan rəqəmləri fərqli bütün 5 rəqəmli ədədləri kiçikdən böyüyə doğru sıraladıqda 50-ci ədəd hansı olacaqdır? Mən bunu hər hansı bir qayda ilə yazmamışam, amma qruplarınızda səhər-səhər səs atmışam ki, hər bir qrupa, ümumilikdə məntiq müzakirə qrupuna da blok məsələlərdir, sürət məsələlərdir, yaş məsələlərdir, mərtəbə məsələlərdir, təqvim məsələlərdir. Hamısını mənim izahım olmasa da, hansı müəllim daha rahat izah eləyibsə, mən müəllim olmağıma baxmayaraq, mən də bəzən izahlara baxıram. Daha rahat olan izahları sizlərlə paylaşacağım, qruplarınıza göndərəcəm. Bugünə qədər yaranmış problemlərdən dolayı bəzilərimiz narazılığımız olub, bəzilərini qrupdan çıxıblar, ödənişlərini geri tələb ediblər. Amma bugündən sonra inşallah bütün qruplarda aktiv olaraq paylaşımlar olacaq. Bütün qruplarınıza bu məsələlərlə bağlı hissələr atılacaq, izahlar atılacaq. Mənim izahlarım olmasa da digər müəllimlərdən faydalanmaq üçün, daha rahat izah edən müəllimlərdən faydalanmaq üçün videoları qruplarınıza göndərəcəm. Eyni zamanda müəyyən bir hissəyə çatandan sonra PDF izahları qrupunuza göndərəcəm. PDF izahlar bu məsələlərin izahlarının yazılı formasıdır və nümunə olaraq vərəqləri qruplarınıza atmışam. 5-ci sualda mən bu şəkildə yazdım. Deyir ki, bizə bu rəqəmlərdən istifadə edərək bütün 5 rəqəmli ədədləri kiçikdən böyüyə doğru sıraladıqla 50-ci ədəd hansı ədəd olacaqdır? Baxın, mən belə deyirəm. 1-dən istifadə etsəm 1, 2, 3, 4, 5, sonra 1, 2, 2 daxil olmaqla olacaq 354, 1, 2, 435, 1, 2, 453, 1, 2, 534, 1, 2, 543. Bax, 1-dən 2-nin istifadə olunduğu hissə 6 dənədir. İndi başlasaq 1, 3, 2, 4, 5, yenə 1, 3, 2, 5, 4,
1, 3, 2, daha doğrusu 4, 2, 5, 1, 3, 4, 5, 2, 1, 3, 5, 2, 4, azdan çoxa doğru. 1, 3, 5, 42. Bax, burada hər biri istifadədə 6 dənə istifadə olunur. Və bir bitənə qədər birdən neçə dənə istifadə olunacaq ki? 4 dənə. Yəni, burada istifadə olunacaq 24 dənə. Düzdürmü? Birincidən istifadə olunacaq, bir rəqəmindən istifadə olunacaq 24 dənə. 2 rəqəmindən istifadə olunacaq 24 dənə. 24-ün üstə 24 gəndə 48. Və bizə ikinci etap lazımdır ki, hansı ki 48 dənə bunlar tamamlandısa, deməli 2 tamamlanacaq. İndi ikinci hissə ilə başlasam, məsələn, 1-3-ü yazmışıq, artıq 3-1-i yazmalıyıq. 3-1, ikinci hissə lazımdır. 3-1, 2, 4, 5. Bir də ikincisi 3-1, 2, 5, 4. Bu da bizim A variantımıza uyğun gələcəkdir. Mən bu şəkildə yazmışam. Asan bir qaydası varmı? Araşdırmamışam, yalan deyərəm. Amma əgər asan bir qaydasını tapsam, sizlərlə bölüşəcəyimə söz verə bilərəm. Yəni, qaydamı mən bu şəkildə yazmışam. Deyə bilərəm ki, 50-ci rəqəm yox, bəlkə 100-cü rəqəm desəydi, mən 50-yi həmin o 6-ya böləcəkdim ki, görək 1-dən 6 dənə istifadə olunursa, bir rəqəmin istifadəsindən. Mən digərlərini hansı qayda ilə tapardım, bunu da sizlərlə bölüşəcəm. 5-ci sualımızın cavabı A variantı oldu. 20 dənə sualdır. 6-cı sualımızda deyir ki, bir qrupda bir neçə nəfərin yaş ortalaması 16-ya bərabərdir. Bu qrupda liderlik edən 43 yaşında bir nəfər də əlavə olunarsa, yaş ortalaması 19 olacaq. Mən burada variantlarla tapdım. Necə tapdım? Əgər sizə belə bir sual verilərsə, heç bir tənlik qura bilmirsinizsə, məsələn, mən qrupdakı sayı da bilmirəm, qrupdakı yaşları da bilmirəm. Ona görə mən variantlarla işlədim. Variantlara baxdım ki, x bölünsün, 7 nəfər götürsəm, x bölək 7-yə 16 götürsəm, mən buradan x-i birinci olaraq tapdım ki, 112. 112 tapdım. Və sonra 112-nin üzərinə ikinci səfər 43, 112 yaşımızdır. 112-nin üzərinə 43 gəldim. Bir nəfər 43 yaşındakı bir nəfər əlavə olunubsa 8 nəfər olub. Və bu cəmi 8-ə böləndə 19 almışamsa cavab odur. Amma bizim də variantımız A variantı deyil. Yerinə 8 qoysam, x bölək 8 bərabərdir 16-dırsa, mən x aldım burada 128 və sonra gətirdim 128-in üzərinə 43 gəldim. Böldüm 8-ə. Nəyə görə 8-ə? 9-a daha doğrusu. Nəyə görə? 8 nəfər ümumi götürmüşəm. Bir nəfər də əlavə olursa 9 nəfər. Bu cəmi toplayıram mən 1, 6, 7, 171-i 9-a bölürəm. Bir dəfə 9 dəfə. Deməli, həqiqətən 19 düşürsə cavabım 8-dir. Variantla işləmişəm. Heç bir tənlik qura bilməsəm də variantlar mənə daha rahat gəlir. Siz də əgər imtahanda ağlınıza heç bir variant gəlmirsə, heç bir tənlik formasında qura bilmirsinizsə, variantla işləməyi öyrənməlisiniz. 7-ci sualımıza baxaq. 7-ci sualımızda deyir ki, Nərgiz bağdan 52 ədəd ərik və bunların hər birini 4 ədəd boşqava yığmalıdır. Və bu boşqavda yalnız bir meyvədən istifadə olunmalıdır. Mən Nərgiz yazıram buradan. Nərgiz. 52 ədədi 4 boşqaflara yığsa 1, 13. 13 boşqaf. 13 boşqaf buraya yazıram. Sonra kimdir? 40 ədəd şaftalı. Aha, Nərgiz. Nərgiz yazdım buradan. Ərik yazım qoy. Fərqi nədir əslində? Ərik 52 bölünsün 13 şaftalı 40 bölünsün 4 bərabərdir 10 alma 44 bölünsün 4 11 60 bölünsün 4 hansı meyvədir bilmirəm 15'dir. Və burada bir dənə meyvəmiz var, o görsənmir. Silək görək hansıdır? 76, 44 bölək 4, 11'dir. 60 bölək 4, 15'dir və 76 bölək 4 bərabərdir 1, 36, 19. Və bizə deyir ki, nə qədər boşqap lazım? Bax, bu hissələr boşqapdır. 13 gələndə 23, 11 gələndə 34, 15 gələndə 49, 19 gələndə 8, 68. Deməli, bizim cavabımız olacaq. Neçənci sualdır? 7-ci sualda
C variantı 68. 8-ci suala baxaq. 8-ci sualda deyir ki, Samir 5-ci 8-ci sinif şagirdlər üçün nəzərdə tutulmuş məntiq kitabının 15 testi 15 dəqiqə. Bir yazaq. Samir 15 testi 5 dəqiqə yazırsa 1 dəqiqəyə 3 test yazır. Düzdürmü? 3 test elcə yazıram. İlkin 12 test 6 dəqiqə yazırsa 1 dəqiqə 2 test yazır. Gülnar 36 testi 12 dəqiqə yazırsa 1 dəqiqəyə 3 test yazır. Mən bunları tapmaq üçün 15-i 5-ə bölürəm, 12-yi 6-ya bölürəm, 36-yı 12-yə bölürəm. Və bizə deyir ki, 88 testi. Bunları toplayıram hər birini x formasında. 3x plus 2x plus 3x. Ümumilikdə 88 testi. X-imiz dəqiqədir. 88 testi 6, 8x. 88 isə x bərabərdir 11-dir. 11 bizim dəqiqəmizdir. İlkin deyir, bu müddət ərzində nə qədər test işləyər? 1 dəqiqə 2 test işləyirsə, 11 dəqiqə ilkin işləyəcək, 22 test A variantı. Bu qədər sadə. 9-cu testimiz. 9-cu testimizdə deyir ki, məktəb direktoru 150 şagird arasında sorğu keçirdi. Sorğuda iştirak edən şagirdlərdən 65-i dəqiq fənləri, 53-ü isə humanitar fənləri daha çox sevir. Cəmi eləyəcək burada 118. 150 şagirddən 118-i hansı fənni sevdiyini qərar veribsə 2, 32 nəfəri isə qərarsızdır. Bu qədər sadə. Sadələri də var, çox qəlizləri də var. Burada deyir ki, irəliyə doğru hər addımı 70 cm, geriyə doğru hər addımı 40 cm olan bir robot hər dəfəsində 9 addım irəli, 4 addım geri atır. 11 metr məsafəni tam bitirməsi üçün robot irəliyə doğru ümumilikdə neçə addım atar? Baxın burada, 9 addım irəliyə atanda 9 dəfə 7, 56 eləyir. 560 cm irəlidirsə, 160 metrdə geridir. Ümumi bunun olacaq 400 santimetri. Və mən bu addımları 2 dəfə artırsam nə olacaq? 18 addım irəli olanda 18-i 70-ə vuracam. 6, 126, bir dənə 0. Düzdürmü? Və yenə 4 addım gerisi qalır. Sadəcə addımlarımızı 2 dəfə artırdım. Buradan da çıxırıq 4 addım geridirsə 160'ı. Və həqiqətən mən 11 metr 1100 santimetr alacağım. Bu da eləyəcək A variantı 18. Yəni mən addımlarımı 2 dəfə artırmalıyam ki, bu həmin o 11 metr məsafəyə gedib çata bilsin. 11-ci sualda cədvəllərə oxşuyur. Deyir ki, sətir və sütun boyunca sadəcə bu ədədlərdən yazmaqla mən bura 3 yaza bilmərəm. 1-i yaz, daha doğrusu 3-ü bura yaza bilmərəm. Bura 2 yazıram, bura 3 yazıram. Bura 3 yaza bilmərəm, bura 3, bura 4 yazıram. Kiçik xətlə eləyək. Deməli, 3-ü bura yaza bilmərəm, çünki bir sətirdə 3 var. Bura 2 yazıram. Bura 3 yazıram. 3-ü bura yaza bilmərəm, bura 4 yazıram. Bura 3 yazıram. Bu tamamlandı. İndi 4, 3, düzdürmü? 1-i bura yaza bilmərəm. 2-yi bura yazıram, 1-i bura yazıram. 3, 1, burada 4 olacaq. Burada 3 olacaq, burada 1 olacaq. 1, 2, 3, 4 olacaq, burada 2 olacaq. Hamısı tamamlandı. B olacaq 1, A olacaq 2. Bunları da bizə cəmi 3'ü verəcək B variantı. 12-ci sualımıza baxaq. Deyir ki, Kərim yay tətilinin müddətində oxuduğu kitabların sayı Rəşadın oxuduğu kitabların 3'də 2 hissəsini təşkil edir. Burada adlarını yazaq. Kərim, Rəşad, bir də Əsmərdir. İndi deyir ki, Rəşadın oxuduğu kitablar, Rəşad x-dırsa, Rəşadın oxuduğu kitabların 3'də 2 x-i qədərdir. Düzdürmü? Əsmərin oxuduğu kitab, Rəşadın oxuduğu kitab, Əsmərin oxuduğu kitabın 3'də 1. Əsmərin də deyim 3x, düzdürmü? Çünki Rəşad Əsmərin 3'də 1 hissəsi. 3'ü 3'də 1'ə vuranda eləyəcək 1. Yəni bunlar düzdür. Əsmər Kərimdən 84 kitab daha çox oxumuşdursa, mən deyirəm burada nə? Əsmər Kərimdən
Yəni 3x çıxılsın 3-də 2x bərabərdir 84. Bunların arasındakı fərq deyir 84. Və 84-dürsə, mən 3-ü 3-də 9x kimi yaza bilərəm. 3x verir də mənə. Olacaq 3-də 7x bərabərdir 84-ə. X-i də tapmaq üçün 84-ə vururam 7-də 3-ə. 12, 36. X 36 eləyirsə, məndən kimin yaşını soruşur? Rəşadın. Rəşadın nə qədər kitabı var? 36 D variantı. Sonra gəldik 13-ə. Rəqəmləri müxtəlif olan neçə 3 rəqəmli ədədlər var? Aha, rəqəmləri müxtəlif olan neçə 3 rəqəmli ədədlər var? Burada 648 verilib cavab. Neçə 3 rəqəmli ədədlər var? Hə, mən burada necə yazmışam? Bax, 3 dənə 3 rəqəmli ədəd var. Birinci rəqəmimiz 9 dənə istifadə olunursa da 9 dənə rəqəmimiz var. Düzdürmü? Burada mütləq neçə 3 rəqəmli ədədlər var. 9 dənə rəqəmin 9-undan da istifadə edə bilərik. Burada birincidə 9-un 8-i istifadə olunub. Bu şəkildə yaza bilərik. İkinciyə yenə 9 yaza bilərik. Niyə? Çünki 8 istifadə olunub. Daha doğrusu belə yaza bilərik. Birincidə 1-dən 9-a qədər rəqəmləri istifadə edə bilərik. 9. İkincidə 9 istifadə olunduğuna görə 8. Üçüncü rəqəmlər isə yenə 9-dur. Yəni 9 rəqəmi 9-unda istifadə edə bilərik. Fərqli olmalıdır. Birinci rəqəm istifadə olunub, ikinci rəqəm və üçüncü rəqəm 9 rəqəmi 9-unda istifadə edə bilərik. Ona görə burada 9 dəfə 9 81 vuraq 8 bərabər 648. Bu şəkildə yazmışam. Ehtimal formasında 648 bizim D variantımıza uyğun gəlir. Sonra bir anlıq yazmadığımı düşündüm. 600 səhifəlik kitabı hər gün əvvəlkinə nisbətən 2 səhifə daha çox oxuyaraq 20 günə bitirir. Aytən birinci gün kitabın neçə səhifəsini oxumuşdur? Mən bunu tənlik formasında yazmışam. Deməli, birinci gün x-dırsa, digəri x plus 2-dir, x plus 4-dür, x plus neçədir? 6-dır. Yəni, hər gün x plus 2 vahid artır. 20 gündürsə 20 vurulsun, x plus 2-dir. Düzdürmü? Mən bu şəkildə yazmışam. 20x plus 40 bərabərdir 600-dürsə, 20x bərabərdir 600-dən 560-dır. X də bərabərdir 0 silsək 28-dir. Və bizdə nə deyir? 2 dəfə sonra x 28-dirsə 20 arasındakı fərqi 2x plus 4 x plus 6 x plus 8 14 6 3 4 5 6 7 8 9 10 18-dirsə növbəti məsələn davam edək də 20 22 24 26 28 34 10 11 12 13 14 15 16 17 18 36 38 38 formasında. Və bunların cəmini tez hesablasaq, nə isə səhvimi yazıram. Bir dəqiqə. Yoxlayaq. Əsas olaraq ekranımız sönməsin. 2 plus 4 plus 6 plus 8 plus 10 plus 12 plus 14 plus 16 plus 18 plus 20 plus 22 plus 24 plus 26 plus 28 plus 30 plus 32 plus 34 plus 36 38 380 bərabərdə 600 isə 600-dən 380 çıxıraq 220 20x bərabərdir 220-yə x də bərabərdir 11-ə. C bəndi. Yəni sayı hesablamaq da var. Mən tənlik formasına yazmışdım. Sadəcə yazdıqlarımı yenə deyirəm. Yadımda deyil deyə.
Aha, bu şəkildə yazmaq olar. Cavabımız oldu C variantı. 15-ci sualda. 15-ci sualda deyir, bir stadionun dairəvi qaçış zolağına iki idmançı eyni nöqtədən, burada nətər yazmışıq? Baxın, deməli, əks istiqamətdə olduqlarına baxmayaraq, dairəvi istiqamətsə biz bunların sürətlərini toplayırıq. Deməli, metr bölü saniyə ilə ifadə olunubsa, dəqiqi saniyəyə çevirəcəyik. Ümumi birinci idmançı 1.2-dir, ikinci idmançı 1.5-dir. Bunların sürətlərini toplasaq 2.7-dir. Və 30 dəqiqəni də 30 dəqiqə nəyi soruşur? Uzunluğunu tapın. Aha, S bərabərdir. Sürət vurulsun. 2.7 vurulsun. 180-dir. Düzdürmü? 180. Bu sıfırla bu vergül atıram. 27-yi 18-ə vururam. Eləcək nə? 6 bir yadda, 5 yadda, 16 5 yadda 21, 7 2. Eləcək 486. 486 bizim Y variantımızdır. Nəyə görə topladıq? Çünki dairəvi qaçış zolağıdır və bunlar bir-birinə qarşılaşır. 3 dəqiqədən sonra bir-birindən qarşılaşmalıdır. Ona görə sürətlərini toplayıram. Burada deyir ki, gül salonunda işləyən Nərgiz son sifariş edilən gülləri aşağıdakı kimi buketlər düzəldir. Bütün güllərlə 30 buket düzəldə bilir. Hər buketə 5 ədəd daha az gül qoyarsa 40 buket düzəldə bilər. Verilən məlumatlara əsasən sifariş edilən ümumi güllərin sayını tapın. 30 buket düzəldə bilirsə, bizim ədədimiz 30-a bölünən ədəd olmalıdır. 560 gedir. 3'e bölünən ədəd olmalıdır. 560 gedəcək, 540 30-a bölünəcəkmi? 30-a bölünürmü? Bəli. 9 bunu saxlayaq. 600 bölünəcək, 420 480 bölünəcək. Demirəm D variantını ala bilmirik. İndi 30 buket düzəldirsə, hər buketdə 5 ədəd daha az gül qoyarsa, 30-u ilk öncə 5-ə vuraq. Bərabərdir 150. Cavablarımızdan 150 çıxanda biz 4-ə də bölünən ədəd almalıyıq. Düzdürmü? Yəni 5 ədəd daha az gül qoyarsa, yəni 30 buket düzəldirsə, 5 ədəd daha az. Bizim gül buketimizdən 150 çıxsa, 40 buket düzəldə bilər. Eləyəcək neçə? 40 buket düzəldə bilər. Hər buketə 5 ədəd daha az gül qoyarsa, 40 buket də düzəldə bilər. Aha. Gəb eləyək. Biz bunu tapmaq üçün 5-ə daha az gül qoyarsa, bax, cavab olaraq həm 4-ə, həm 3-ə bölünən ədəd götürsəm, bunları silirəm. 480 600 arasında qalıram. 480-i 30 buket hazırlasam, gəl görək bir buketə nə qədər gül qoya bilərəm? 16 gül. Düzdürmü? 16 gül qoyuram. Hər buketə 3 ədəd, 5 ədəd daha az gül qoyursam, 5 vuraq 30, 150 eləyir. Düzdürmü? 480-dən 150 çıxıram. 150 çıxanda 0, 3, 330 qalır. 330 güldən 40 buket mən düzəldə bilərəmmi? Bölünmür 40-a. Çünki 40 buketə bölməliyəm ki, hər buketə nə qədər gül istifadə edədiyimi tapam. 600-ü tapıram. 600-dən yoxlayıram. 30-a bölsəm, bir buketə necə olur? 20 gül istifadə olunur. Və 5 ədəd daha az eləsəm, 40 buket düzəldilə bilər. Məsələn, deyək ki, 5 ədəd daha az deyirsə, 5 ədəd daha az gül qoysam, hər bir buketə 5 ədəd daha az gül qoysam, 40 buket düzələ bilər. Məsələn, 30-dan 5 ədəd daha az gül qoysam, 15 deyək də, 20 deyilmi? 15-i deyir. 5 ədəd daha 40 buket düzəldə bilərəm. 15-i 40-a vuranda, bəli, 600 eləyir. Deməli, cavabımız 600. Nəyə görə? Çünki baxın, burada 480 nətə yoxlamışdıq? 480-i böldüm mən 30-a 16 güldür. 16 güldən 5 ədəd az olsa 11-dir. Deyir ki, 11 dənə güldə mən 40 dənə buket düzəlsəm, mənə 440 verəcək. 480-ə uyğun gəlməyəcək. Aydındırmı? Bu şəkildə hesablanmışdır. 17-ci sual.
Deməli bu kitab səhifəsidir. Bunun izahını atandan sonra ayrıca izahlarını verəcəm. Sonuncu səhifəsi 324 olarsa kitabın səhifələnməsi zamanı neçə dəfə 7 rəqəmindən istifadə edilib. Burada 324-ə qədər olan 7-lərimizi saydıq və cəmi 62 dənə 7-dən istifadə olunub. Yəni burada çox vərəq apardı məndən. Ona görə bir-bir saymıram. Sadəcə 1-dən məsələn 9-a qədər, ondan 19-a qədər neçə dənə 7-dən istifadə olunubsa, onu sayırıq və 324-də tamamlayırıq. Bu şəkildə cavabımızı ala bilərik. 18-ci suala baxaq. 18-ci sualda deyir ki, bir top yerə düşdüyündə düşdüyü yüksəkliyin 8-də 1-i qədər yüksəyə qalxır. Müəyyən bir yüksəklikdən buraxılan top ikinci dəfə yerə dəyib qalxdıqdan 15 sm hündürlüyə qalxır. Buna əsasən top neçə sm hündürlüyə buraxılmışdır? Bunu necə yazmışdıq? Deməli, bunu yazmaq üçün 20-ci sualı yazmışdı. 20-ci sual çətin idi biraz. Yüksəkliyə qalxan, yüksəklikdən sonra 15 sm üstünlüyə və isə top neçə hündürlükdən buraxılmışdır. Burada variantlarımızla yoxlamışdım və variant olaraq 9,6 metrdən, yəni 9600-dən qalmışdım. Deməli, 9600-dən bir top buraxılırsa 8-də 1-i qədər hündürlüyə qalxır. Düşdüyü yüksəkliyin 8-də 1-i qədər yüksəyə qalxır. 8-də 1-ni tapsaq 1, 2, 1200 metr hündürlüyə qalxır. Deyir, ikinci dəfə yerə dəyib qalxanda 15 sm hündürlüyə qalxır. Müəyyən bir yüksəklikdən buraxılan top top neçə zaman hündürlükdə? İkinci səfərdə 1200-ü vuraq. 2 dəfə 8-də 1 olsa 64-də 1 olsun. Burada 1264-ə bölək. Görək 15 düşəcəkmi? 1, 64, 6, 11-dən 6, 5. 560-ın içərisində 4 dəfə eləmir. 2 dəfə yazsaq 128, 4, 6, 11-in içərisində 5 dəfə, 564-ün içərisində 5 dəfə yazsaq, yox 5 dəfə 6, 30 eləyəcək. 11-dən 6 çıxanda 5 eləyir. Nəyi səhv yazdıq burada? 8 dəfə 1 də düşürsə, müəyyən bir hündürlükdən buraxılan top onun 8-də 1-i qədər. 8-də 1-in 8-də 1-i 64-də 1 eləyir, düzdürmü? Onun yüksəklikdən buraxılan top 9600-dən çıxaq 1200-ü 8400 eləyəcək. Yəni 8400-ün 64-ünü tapaq. 64-ünü tapsa 84-ün üçün 64 bir dəfə 64, 0, 2. Burada da çox eləyəcək. Yox. Bu qalsın. Vaxtımızı çox aparacaq. 19-da deyir ki, bir düz bucaqlının eni 30% artırılır, uzunluğu isə 20% azalarsa sahəsi necə dəyişər? S bərabərdir. S bərabərdir. A vuraq B. Eni 30% artırılarsa 1,3A. Uzunluğu 20% azalarsa eləyəcək 0,2 B. Və bunların sahəsi necə dəyişəcək? 1,3-ü 0,2-yə vuranda neçə eləyəcək? 1,3-ü 1 dəqiqə 1,3-ü vururam 0,2-yə eləyəcək burada neçə? 0,26. 0,26 faiz nə eləyəcək? Yəni burada ümumi en uzunluq 6. 30% artırılıb, uzunluğu isə 20% azalırsa sahəsi necə dəyişər? Burada olacaq, deməli 4 dəfə bunların faizi artacaq. Düzdürmü? Bəli. Ümumi 20, 36. 30% artırılıb, uzunluğu isə 20% azalırsa sahə necə dəyişər? Məsələn, deyək ki, eni A bərabərdir 20-dir, B bərabərdir 40-dır. Deməli, 20
20-30% artacaq, artsa olacaq 26. Deməli uzunluğu isə B 20% azalmış olsaydı, 40-20% azalsaydı olacaqdı 38 və bunların sahəsi necə dəyişərdi? 20-yi 40-a vuran deyiləcəkdi 800. Yəni burada faiz olaraq 4% artar variantımız bizə ödəyərdi. 20-ci sual biraz ağır sualdır. Ağır değil. Aslında biraz hem diqqət tələb edir, hem biraz yazı tələb edir. Burada deyir birdən başlayaraq n-ə qədər ardıcıl ədədlərin cəmi m-ə bərabərdir. M ədədinin 4 sadə vurğu k olarsa, digərləri k plus 1, k plus 3 və bu k plus 1 vuraq k plus 3 üstə gələk 4 olarsa, k-nın natural ədədləri sadə və cüt ədəd olarsa. Yəni k həm sadədir, həm k sadə və cüt ədəddir. Cütdür. K cütdürsə deməli n tək olmalıdır. Burada bizim tək ədədlərimiz, tək ədədimiz sadəcə 95'dir. Və bizim m-imizi tapmaq üçün belə bir düsturumuz var. M plus 1 bölünsün 2. Bu şəkildə tapa bilərik. Və mən burada n-in yerinə 95 qoysam, 95 vurulsun 96 bölünsün 2. Bunu da ixtisar eləsəm 48. 95'i 48'e vurum. 95'i 48'e vurum. 44 yadda. 72, 76, 22 yadda. 36, 38. Bunun cevabı eləcək 0, 6, 5, 4560. İndi biz 4560'ı vuruqlarına ayırsaq, yadımızda saxlayaq bu rəqəmi. 4560, 4560 ədədini vuruqlara ayırsaq, baxaq 2'yə bölsək 2, 2, 8, 0. 2280. 2'ye bölsək 1, 1, 4, 0. 2'ye bölsək 5, 14'ün içində 7, 0. 2'ye bölsəm 2, 2. 14, 17, 2, 17'nin içərisində 8 dəfə 5, 285. Sonra olacaq nə? 3'e bölsəm 10, 15 olacaq da 9, 95. Sonra 5'e bölsəm 95 artıq 3'e bölünmür. 95'e bölsəm olacaq 19, 19'a bölsəm 1. Deməli vuruqları həqiqətən 4 dənə k-dır. Yəni 2'dir. Sonra k plus 1 3'dür. Buraya yazıram k plus 1, k plus 3 və 10. Bax bu ifadənin cəmi 19 eləyəcək. Deməli bizim ədədimiz olacaq 4560. Yəni burada sadəcə bir düsturumuz var. K cütdürsə n tək ədəd olmalıdır. Çünki 1-dən n-ə qədər ardıcıldır. N cüt olmalıdır. K cüt olmalıdır. Yəni deyirəm, K cütdürsə n tək olmalıdır. Tək bizim 95'imizdir. M-i tapmaq üçün də n vurulsun n plus 1 bölü 2. Çünki 1-dən n-ə qədər ardıcıl toplayırıq. Bu ədədlərin cəmi n-ə bərabərsə bu düstura əsasən 95 yerinə qoyduq və hesabladıq. 20-ci sualımızın sonuna gəldik. Ümid edirəm sizlərə faydalı bir video oldu. Digər testlərin davamını görmək istəyirsinizsə qrupumuza qoşula bilərsiniz. Ödənişimiz sadəcə 5 manatdır. Ödəniş bir dəfə olunur və qoşularaq faydalana bilərsiniz. İzlədiyinizə görə təşəkkürlər. Hər birinizə uğurlar.